Əzizim, haradasan? Niyə gəlib huzurumda görünmürsən? Niyə həyətimi ziyarət etmirsən? Mənə atam deyirsən, amma heç məni görmək üçün gəlmirsən. Mənə Rəbbim deyirsən, amma heç ehtiram etmirsən. Dilin nə danışdığını, ürəyin nə düşündüyünü bilmir. Sözlərin və fikirlərin nəzarətsiz at kimi bütün yeni çıxmış pöhrələri tapdalayır. Dayan, gəl yanıma, qurbangahıma yaxınlaş, qurbangahın kömrü ilə dodaqlarını təmizlə. Sonra toxum səpən əkinçi kimi, yenicə cücərən toxumu bəsləyən əkinçi kimi kəlamımın keşiyini çək. Çırağı söndürmə. O qədər başqalarının çıraqları ilə məşğulsan ki, öz çırağın az qalır sönə. Dayan, indi gəl yanıma, yoxsa gec olar. Dilinə yüyən salmaq üçün, həddini aşmasın deyə sərhəd qoymaq üçün yanıma gəl və qanunlarımı götür. Onları başına gözəl çələng kimi, dilinə şirin nəğmə kimi, qoluna dəyərli qolbaq kimi, boynuna qiymətli inci kimi, qulağına qızıl sırğa kimi as. Qapının girişində çıraq kimi qoy, qapının çıxışında qoy sənin istiqamətin olsun. Oturanda, duranda, yatanda düşüncələrində daima onlar olsun. Xəyallarının sərhəddi, düşüncələrinin məqsədi olsun. Ürəyinin ən gözəl güşəsindən as. Qanun sənin müəllimin, yol göstərənin, mənə çatmaq üçün körpün olsun. Əzizim, mən səni itirmək istəmirəm, çünki səni çox sevirəm.